Baxaq 26-cı suala. 26-cı sualda B-nin elementləri D ilə Y, A-nın elementlərini yazdıq A, B, C, C, F, D, Y. Bizə deyir ki, B-ni A-ya tamamlayan elementlərin sayını tapın. B-ni A-ya tamamlayan elementlər A, B, C, C, bir də F-dir. Olacaq 5 dənə Y bəndə. Baxaq 29-cu suala. A-nın elementləri verilib ki, 1, 2, 3, 4, 6. Çoxluğun ad çoxluqlarından neçəsi B, 2, 5, 6-ya daxildir? Çoxluğun ad çoxluğudur. Buradan baxsaq, deməli, bizə deyir ki, A-nın ad çoxluqları neçəsi B-yə də daxildir. Onda biz nə etməliyik? B-nin elementlərini A-da axtarırıq. B-nin elementlərindən A-da olanlar 2-dir, bir də 6-dır. Deməli, bizə lazımdır 2 və 6. Digərlərini atırsınız. Deməli, olacaq 2, 6. Bunun da çoxluqlarının sayı 2 üstə 2, yəni 2 üstə endüstriyona yazsaq, 2 üstə n bərabərdir, 2 üstə 2, bu deyəcək 4. Deməli, A-dan 4 dənəsi B-nin ad çoxluğudur. Çünki B-nin ad çoxluğu olmaq üçün B-nin elementlərindən təşkil olunmalıdır. A-da da olanlar. Onda da A ilə B-nin ortaq elementləri 2 və 6-dır deyə A-dan da biz yalnız 2 və 6-nı götürüb ad çoxluqların sayını tapacağıq. Baxıram 30-cu suala. Deyir, N A-da olub B-də olmayanların sayı 3x-7-dir. B-də olub A-da olmayanların sayı 2x-3-dür. Və yaxud da N, B ilə A-nın fərqi 2x-3-dür. Birləşməsi 14-dür. A ilə B-nin fərqi bərabərdir B ilə A-nın fərqinə. Kəsişməni istəyir bizdən. Birinci bu şərtdən istifadə edək. A ilə B-nin fərqi, yəni 3x-7 bərabərdir 2x-3-ə. Buradan da x bərabər 4-ə. X-i 4 tapandan sonra Venn diaqramı qursaq. Deməli, biz x-i tapdıq 4. Venn diaqramı qursaq. Bu A çoxluğu, bu B çoxluğu. X-i 4 tapmışıqsa gətirib yerinə qoysaq 3, 4, 12-dən 7 çıxanda 5, 8-ə 3 çıxanda 5. Deməli, A-da olub B-də olmayan 5 dənədir, B-də olub A-da olmayan da 5 dənədir. Birləşmədə də 14 dənədir. Burada x yazsaq, 5 üstə gəl, x plus 5 bərabərdir 14-ə, x də bərabərdir 4-ə. Deməli, kəsişmədə olduğu 4 dənə element. Bizdən də kəsişməni soruşurdu B variantı. Baxıram 33-cü suala. Venn diaqramı ilə göstərək bunları. A, B. Kəsişmədə bir dənə element var. B-də olub A-da olmayan 12 dənədir. Və birləşmədə 16 dənədir. Burada da tək A-da olub, deməli, N, A fərq B-yə də x dənə element desək, onda x plus 1 plus 12 bizə verir birləşməni, yəni 16-nı. Buradan da x olacaq 3. Deməli, A-da olub, A ilə B-nin fərqində də 3 element oldu. Bizə deyir ki, A çoxluğunun elementlərin sayını tapın. N-A-mızda neçə element var? 3-ü fərqdədir, biri də kəsişmədə. 4 dənə element var. Ad çoxluqların sayı 2 üstə n-dən tapılır. 2-nin üstündə 4. Yəni A-nın 4 dənə elementi var. Ad çoxluqların sayı 2 üstə n, 2 üstə 4, 16. Bəndə. Baxaq 34-cü suala. 34-cü sualda deyir ki, A, B-nin ad çoxluğu olarsa. Bu A olsun. Bu da B çoxluğu. A, B-nin ad çoxluğu olursa aşağıdakiler hansı doğru deyil? A ilə B-nin birləşməsi A-ya bərabərdir. A birləşmə B bizdə. Birləşmə deyəndə B-yə bərabər olur. Əgər A, B-nin ad çoxluğu olsa, bunların birləşməsi B-yə bərabərdir. Bizə deyir, doğru deyil. Deməli, birinci vermişlər ki, bərabərdir A-ya. Bu doğru deyil. İkinciyə baxaq. İkinci yazıblar ki, A ilə B-nin kəsişməsi B-yə bərabərdir. Baxsaq, A ilə B-nin kəsişməsi hər ikisində olan hissə A-dır. Ona görə kəsişmə A-dır. Ona görə bu bənddə səhvdir. Üçüncüdə A-nı B-yə tamamlayan. A-nı B-yə tamamlayan hissə bu hissədir. Bu da hansı hissədir? B fərq A hissəsidir. Demək, onda üçüncünü verib ki, B fərq A-ya bərabərdir. Düzdür bu. Dördüncüdə də A ilə B-nin fərqi boş çoxluqdur. Yəni A-da olan, B-də olmayan hissə.
A-da olan B-də olmayan hissə yoxdur. Çünki elə A-nın özü B-yə daxil. Yəni B-nin açıqlığı. Ona görə bu da düzdür. Səhv olan 1 ilə 2 A bəndi. Baxıram 41-ci sual. Deyir ki, sinifdə 18 şagirdə 10 şahmat, 14-ü dama yarışlarında iştirak edir. Həm şahmat, həm dama yarışlarında. Deməli, şahmat və dama yarışları olsun. Hər ikisini iştirak edilən sayı K-dır deyir. Deyir ki, 10 şahmat, 14-ü də damadır. 10, 14 toplusa 24, 24-dən 18-i çıxsaq 6. Deməli, K-nın yerində 6 ola bilər. K-nın yerində 6 ola bilər. Biz 6-nı tapdıq. 6-dan bir kiçiyinə baxsaq, məsələn, K-nın yerində 5 dursa, burada demir də. Burada K-nın mümkün qiymətlərinin cəmini tapın. Biz burada, məsəl üçün, demir hamısı yarışda iştirak edir. 18 şagird var. 18 şagirdin burada demir ki, hamısı yarışda iştirak edir. Yəni, ola bilər yarışda iştirak etməyən də olsun. Məsəl üçün, K-nın yerinə 5 götürsək, K-ya 5 versək, kəsişmədə 5 dənə element olsa, yəni 5. Onda şahmat yarışında 10-udursa, şahmat yarışında 10-udursa, bura qalır 5. Digər tərəfdən 14 isə 9. Biz cəmləsək, 5, 5, 9. Birləşmədə sinifdə 19 uşaq olmuş olur. K-ya 4 versək 20 uşaq, K-ya 3 versək 21. Bu şəkildə artır. Bu şərti ödəmir. Ona görə K-ya 6-dan böyük. Məsələn, K-ya 7 versək, K 7 olsa. Şahmat, dama. K-mız 7 olsa, şahmatda 10 nəfər isə 3-ü tək şahmata düşür. 14 nəfər isə damada da 7-si tək damaya düşür. Birləşmədə 17 nəfər oldu. Deməli, bu 18 nəfərin 17-si yarışda iştirak edir. Bir nəfər iştirak etmir. Deməli, K6 ödəndi, 7 ödəndi. İndi baxaq K-nın 8 qiymətinə. K 8 olsa, K 8 olsa, şahmatda 10 nəfər idi deyə, ikisi tək şahmata, 14 nəfər də damada idi deyə, 6-sı tək damaya düşdü. Burada da cəmi 10, 16 nəfər iştirak etdi. Deməli, bu dəfə də 2 nəfər iştirak etməyib yarışda. Ona görə deməli, K-nın 6 ödəndi, 7 ödəndi, 8 ödəndi. Bir dəfə də K-ya verək 9. K-ya 9 versək, şahmatda 10 nəfərdir deyə, bura qalacaq 1, damada da 14 nəfərdirsə, burada 5. Cəmi birləşmədə də olacaq 15 nəfər. Deməli, 3 nəfər yarışda iştirak etməyib, K 9-da ola bilir. Və K-ya 10 versək, yəni 10 olsa, şahmat ilə 10 nəfər iştirak edir, yəni ikisi də ortaq oldu. Daha doğrusu 10 nəfər iştirak edir, onu da ortaq oldu. Damada da 14 nəfər iştirak edir, 4-ü tək damaya düşdü. Cəmi 14 nəfər yarışda iştirak edir, 4 nəfər yarışda iştirak etməyib. Deməli, K 10 oldu. K-ya 11 verə bilmirik, çünki şahmatda maksimum 10 nəfərdir. Ona görə 11-i verə bilmərik. Burada da alınan qiymətlər cəmləsəz 6, 7, 8, 9, bir də 10. Bu eləyəcək 19, 25, 25 üstə gəl 15, olacaq 40. D bəndə.